Ötən əsrin 90-cı illərində Azərbaycanda bir sıra ağır cinayətlər törətmiş və ölkədən qaçaraq istintaqdan yayınmış şəxs nəhayət 30 ildən sonra məhkəmə qarşısına çıxarılıb və onun cəzası verilib. Bununla bağlı Qafqazinfo saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıda ötən əsrin sonlarında cinayətkar birlik yaradaraq qətillər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. O, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıyev 1995-99-cu illərdə digər şəxslərlə 51 şəkildə 2 nəfəri tamah niyyəti, 1 nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədi ilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə amansızlıqla öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərər çəkmiş banka əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri olub. Dəstək üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitinin bağ evinin həyətində bastırıblar. Banda üzvləri basqınlar zamanı tanınmamaları üçün həmişə başlarına qadın corabları keçirirmişlər. Taksi sürücüsündən qatilə çevrilən gənc Xaliq oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, icazəsiz odlu silah, sursat əldə etmək kimi digər cinayətlərdə də iştirak edib. Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliqdən başqa bütün üzvləri tutulub, onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xaliq isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib, lakin o da törətdiyi cinayətlərin cəzasından yaxa qurtara bilməyib. Hadisədən uzun illər keçdiyi üçün hər şeyin yaddan çıxacağını düşünən Xaliq Tağıyev 60 yaşında Azərbaycana qayıtmaq qərarına gəlib. Amma bu dəfə də o qanunsuz yola əl atıb. Belə ki, o öz fotosunu qardaşının anket məlumatlarına tərtib olunmuş saxta pasporta yerləşdirərək Azərbaycana yola düşüb. O, Ukraynadan çıxmağa nail olsa da Azərbaycan sərhədini keçə bilməyib. Sərhədçilər polis əməkdaşları ilə birgə sənədin saxta olduğunu müəyyənləşdirərək onu saxlayıblar. Bundan sonra onun əsl kimliyi məlum olub. Baş prokurorluğun istintaq idarəsi tərəfindən aparılan istintaqla Xaliq Tağıyev təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Söynovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdırıb. Ahıl müttəhim hakim qarşısında gənclikdə törətdiyi əməllərə görə özünü təqsirli bildiyini etiraf edib. Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Təqsirləndirilən şəxs o vaxt tutulsaydı ömürlük məhkum ediləcəkdir. Lakin indi müddətin keçməsi səbəbindən bəzi maddələr üzrə ona cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 2000-ci ilə qədər qüvvədə olmuş maddələrinin tələblərinə əsasən Xaliq Tağıyeva yekun olaraq 15 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Bununla da 30 il sonra olsa da ədalət öz yerini tapmış olub.